Havanın soyuması ilə qrip və digər respirator xəstəliklərə yoluxma halları artır. Soyuq havalarda insanlar qapalı məkanlarda daha çox vaxt keçirirlər. Bu da virusların yayılmasını asanlaşdırır. Eyni zamanda immun sisteminin zəifləməsi orqanizmin müqavimətini azaldır. Mövsümi qrip xəstəlikləri və ümumiyyətlə virus xəstəlikləri əslində hava damcı infeksiyasıdır. Hava damcı infeksiyaları adətən insanların çox toplaşdığı yerlərdə çox asanlıqla yayılır. Xəstə olan insanların öz yaxınlarını, dostlarını, ətraflarını qorumaq üçün heç olmasa xəstəliyin birinci 3-5 günündə qoruyucu maskalardan istifadə etsinlər. Əgər xəstəlik artıq başlayıbsa, kiçik əlamətlər, yəni boğaz ağrısı, burun axma, askırma, bu cür əlamətlər yaranıbsa, o zaman həkimin məsləhəti ilə virus əleyhinə preparatların istifadəsi xəstəliyin irəli getməsinin və yaxud ağırlaşmaların yaranmasının qarşısını alır. Xəstəlikdən qorunmaq üçün qidalanma və yuxu rejiminə diqqət etmək lazımdır. Eyni zamanda otaqların havasını tez-tez dəyişmək də mütləqdir. Lakin müəyyən qrup insanlar var ki, onların vaksin vurdurmaları vacibdir. Xəstəlikdən qorunmağın ən birinci yolu əslində vaksinasiyadır. Təəssüf ki, cəmiyyətdə vaksinasiyaya qarşı bir kampaniya aparılır, insanlar bundan qorxur, çəkinir. Lakin xroniki xəstəlikləri olan insanlar, yaşlı insanlar özlərini qripdən qorumaq üçün sahə həkimi ilə, pediatrla və yaxud terapevtlə məsləhətləşib vaksinasiya olunmaqları ildə bir dəfə qriplərə qarşı, viruslara qarşı peyvənd olunmaqları məsləhətdir. Evdən çıxarkən mövsümə və günün hava şəraitinə uyğun geyinmək də xəstəliklərdən qoruyan əsas nüansdır.